Salam əziz müəllimlər, mən Aysun Abdullazadə. Bu gün bağça müdirlərinin işə qəbulu və sertifikasiya imtahanının vacib mövzularından biri olan məktəbəqədər təhsil haqqında qanun mövzusu haqqında məlumat verəcəm. Bildiyiniz kimi, bu mövzu əsasən maddələrə bağlı bir mövzudur. Bu mövzuda bizim vacib bilməli olduğumuz qanunların açılışlarıdır. Məsələn, deyək maddə 1 nədir, maddə 10 nədir, 15 nədir, hər bir maddə haqqında ətraflı məlumat bilsək, testlərdə də təbii ki, çətinlik çəkmərik. İlk öncə baxaq, birinci maddədə söhbət nədən gedir? Təbii ki, əsas anlayışlardan gedir. Maddə 1-də əsas anlayışlar hansılardır? Yəni, ümumi məlumatlar, məsələn, məktəbəqədər təhsil nədir? Məktəbəqədər təhsil müəssisəsi nədir? Və yaxud dövlət standartı, diferensiallaşdırma və s. İlk olaraq biz bunların tərifini bilməliyik. Testdə necə düşəcək? Məsələn, biri doğrudur, biri doğru deyil və yaxud əsas anlayışlar haqqında verilən fikirlərdən doğru olanı seçin, yanlış olanı seçin bu formada düşür. Yəni bundan heç bir situasiya tipli test çıxarmaq olmur. Məsələn, məktəbəqədər təhsil nədir? Məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq, vərdişlərin mənimsənilməsi və yekunda nəticə əldə edilməsi. Daha sonra məktəbəqədər təhsil müəssisəsi. Təbii ki, məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsini, əqli, fiziki, mənəvi inkişafını və ümumi təhsilə hazırlığını həyata keçirən təhsil müəssisəsidir. Daha sonra məktəbəqədər təhsilin dövlət standartı. Uşaqların, ailənin, cəmiyyətin, dövlətin tələbatına uyğun şəkildə elmi pedaqoji prinsiplər əsasında hazırlanan məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən ümumi normaların məcmusudur. Sonra gəlir məktəbəqədər təhsilə diferensiallaşdırma. Yəni bir sözlə uşağın fərdi xüsusiyyətləridir, uşaqların maraq tələbatı, ehtiyacını nəzərə almaq, buna uyğun təlimi təşkil etməyimizdir. Sonra gəlir məktəbəqədər təhsildə qiymətləndirmə. Qiymətləndirmə ilə dəyərləndirmə var ki, bunların bir-birindən fərqi var. Qiymətləndirmədə məlumatların dəyərləndirilməsi, təhsil nailiyyəti sözü var. Yəni uşağın əqli, fiziki inkişafı, təhsil nailiyyəti haqqında toplanmış məlumatların dəyərləndirilməsi prosesidir. Ancaq dəyərləndirmə isə məşğələ zamanı toplanmış məlumatların təhlili deməkdir. Sonra gəlir məktəbəqədər təlim. Məktəbəqədər təlim uşaqlarda bilik, bacarıq, vərdiş, səriştənin mənimsənilmiş bilikləri gündəlik həyatda tətbiq etmə bacarığının əldə edilməsi və təhsil almaq üçün motivasiyanın formalaşdırılmasıdır. Yəni bir sözlə bir var yekunda nəticə əldə edirəm, bu təhsildir. Təlimdə sadəcə uşaqları gündəlik olaraq motivasiya etmiş oluruq, səriştələrimizi aşılamış oluruq. Gəlir məktəbəqədər xüsusi təhsil müəssisəsi. Sağlamlıq imkanı məhdud, yəni SIM uşaqlar üçün məktəbəqədər yaşlı uşaqların təhsil alması üçün yaradılmış bir təhsil müəssisəsi. Sonra metodist kimdir, dayə kimdir, defaktoloq, lokoped, tərbiyəçi müəllim və s. Metodist kimdir? Məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə işlərinə metodik rəhbərliyi həyata keçirən ali pedaqoji təhsilli mütəxəssis. Bəs dayə kimdir? Uşaqlara qulluğu, nəzarəti həyata keçirən şəxs. Defaktoloq uşaqların əqli fiziki inkişafındakı pozuntuların korreksiyası ilə məşğul olan mütəxəssis. Lokoped nitq qüsurlu uşaqlarla işləyən şəxs. Sonra itmə əsaslı məktəbəqədər təlim qrupu var ki, bunun tərifini mütləq bilmək lazımdır. İxtisaslı pedaqoji işçi olduğu halda valideynlərin və digər qanuni nümayəndələrin könüllülüyü ilə yerlərdə yaradılan məktəbəqədər yaşlı uşaqların cəlb olunduğu ödənişli bir təlim qrupudur. Sonra innovasiya nədir? İnnovasiya yenilik deməkdir. İnklüzivlik nədir? Təbii ki, uşaqların birgə təhsil alma hüququnun təmin edilməsi. Daha sonra, məsələn, sertifikatlaşdırma nədir? Bunu siz mütləq bilməlisiniz. Dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilinə malik təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru.
Bəs təhsil proqramı nədir? Yəni kurikulum nədir? Kurikulumda nə öz əksini tapır müəllimlər? Təbii ki, təlim nəticəsidir, inkişaf sahələridir, inkişaf sahələri üzrə məzmun standartlarıdır, iş üsuludur, iş formasıdır, qiymətləndirmədir, pedaqoji prosesin təşkilidir, təlimin təşkili prinsipləri və s. Sonra inteqrasiya bildiyimiz kimi əlaqələndirmədir. Təlimin məzmunu nədir? Təlimin məzmunu uşaq şəxsiyyətinin formasına yönəlmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin məcmusu. Bəs yaxşı, tərbiyəçi müəllim kimdir? Tərbiyəçi müəllim uşaqların tərbiyəsini, hər tərəfli inkişafını, məktəbə hazırlıq təlimini təşkil edən, həyata keçirən, məktəbəqədər təhsil sahəsi üzrə ali və yaxud da orta ixtisas təhsilli müəllimdir. Bu oldu bizim birinci maddəmiz. Birinci maddədə söhbət qısa qeydlərdən getdi bir sözlə. Maddə 2 nədir? Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi. Bu çox belə deyim də öyrədici bir dərsdir. Onu özünüz bir dəfə oxusaz kifayət edər. Yəni düşmə ehtimalı o qədər də yoxdur. Əsas düşmə ehtimalı olan dövlət siyasətinin prinsipləridir. Prinsiplərimiz hansılardır? Humanistlik, bərabərlik, keyfiyyətlilik, demokratiklik, millilik və dünyəvilik, bərabərlik, səmərəlilik, varislik, fasiləsizlik, inteqrasiya və liberallaşma. Bu prinsiplər, əziz müəllimlər, həm qayda olaraq qarşınıza çıxa bilər. Məsələn, verə bilər ki, təhsil alanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət ictimai əsaslarla təşkilində, idarə edilməsində, səlahiyyət və azadlıqların genişləndirilməsi təhsil sahəsində dövlət siyasətinin hansı prinsipinə uyğundur? Təbii ki, mən bilməliyəm ki, bu demokratiklik prinsipinin açar məqamlardır. Bir bu formada qarşınıza çıxa bilər. Uyğunluğu müəyyən edin qarşınıza çıxa bilər. Məsələn, deyək ki, 1A, 2B, 3C bu formada testlər hazırlana bilər və yaxud düşə bilər sizə situasiya əsasında. Məsələn, deyək ki, inteqrasiyaya uyğun şəkildə bir test hazırlayar, bilməlisiz ki, artıq bu inteqrasiya prinsipidir. Və yaxud uşaqların hüquqları, sağlamlığı, təhlükəsizliyinə əsasən bir test hazırlana bilər, bilməliyik ki, humanistlikdir. Uşaqlar arasında təhsil hüququ, bərabər imkanların yaradılması, bərabərlik prinsipidir. Mövcud standartlara uyğun təhsilin cavab verməsi keyfiyyətlilikdir. Və yaxud da deyə bilərik ki, elmi yaradıcılığın inkişaf etməsi, təhsilin inkişaf etməsi, müasir metodlarla işləmə səmərəlilik prinsipidir. Və yaxud milli ümumbəşər dəyərlərin qorunması millilik və yaxud dünyəvilik prinsipidir. Təhsilin mövcud standartları, tədris proqramı, plan əsasında həyata keçirilməsi fasiləsizlik prinsipidir. Nəsildən nəslə belə deyək də, bilik təcrübənin ötürülməsi varislik prinsipidir. Genişləndirmə. Təhsilin genişləndirilməsi, liberallaşma prinsipidir. Yəni, hər formada bu qarşınıza çıxa bilər, ancaq daha çox situasiya tipində çıxa bilər. Ona görə mütləq hər birinin tərifini bilmək lazımdır. Buna aid situasiya və qaydalı testlər də kitabımızda hazırlanıbdır. Gəlir maddə 4. Təhsilin əsas məqsədi nədir? Təhsilin əsas məqsədi hansılardır? Təbii ki, Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə, demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və Azərbaycançılıq ideallarına sadiq olan, müstəqil, yaradıcı düşünən bir vətəndaş, şəxsiyyət yetişdirməkdir. Bu olur birinci maddəmiz. İkinci, milli mənəvi, ümumbəşər dəyərləri qoruyan, inkişaf etdirən, geniş dünya görüşünə malik olan, təşəbbüsləri, yenilikləri qiymətləndirməyə bacaran, nəzəri, praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü, rəqabət qabiliyyətli bir kadr hazırlamaq. Üçüncü maddəmiz sistemləşdirilmiş bilik bacarıq vərdişlərin mənimsənilməsi, ixtisasın daimi artırılmasını təmin etmək və təhsil alan, yəni uşaqları ictimai həyata hazırlamaq. Bu oldu bizim təhsilimizin 3 əsas məqsədi. Bildiyimiz kimi müdirlər artıq bunlar haqqında ətraflı məlumata sahibdir. Sadəcə belə deyim, daha da yaxşı məlumatlı olmaq üçün bu PDF-i bir dəfə oxusanız sizə kifayət edəcək. Gəlir 5-ci maddə təhsil hüququna dövlət təminatı. Bu maddələrdə 8 dənədir ki, bunu mütləq bilmək lazımdır. Dövlət hər bir vətəndaşın təhsil almaq üçün müvafiq şəraitinin yaradılmasına təminat verir və
təhsilin hər hansı pilləsindən, səviyyəsindən, formasından məhrum edilməsinə yol vermir. Yol verir deyə testə sala bilər, biləcəksiniz ki, bu yanlışdır. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən asılı olmayaraq ayrı seçkiliyə yol vermir. Dövlət mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələrində işə qəbulda, vəzifələrə təyin olunmada, seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsil alanların təqaüdlə təmin edilməsində, ixtisasın seçilməsində, biliyin qiymətləndirilməsində, ixtisas artırmada, işlə təmin edilmədə, kişi-qadın üçün bərabər imkanlar yaradılmasını təmin edir. Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil alma hüququnu təmin etmiş olur. Dövlət əmək bazarının tələbinə uyğun olaraq təhsil müəssisələrinə ixtisaslı kadr hazırlığı üçün dövlət sifarişləri verir və məzunların müvafiq işlə təmin olunmasına şərait yaradır. Dövlət maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə təminat verir. Sosial müdafiə ehtiyacı olanların təhsil almasına şərait yaradır. Dövlət milli təhsil ənənələrinin qorunmasına, inkişafına, innovasiyaların tətbiqinə təminat vermiş olur. Və sonuncu, dövlət xaricdə yaşayan azərbaycanlıların təhsili ilə bağlı xüsusi layihələr, proqramlar həyata keçirir. Bu oldu maddə 5. Gəlin görək, maddə 6-da söhbət nədən gedir? Təhsil sahəsində dövlət standartları. Dövlət standartları neçə ildən az olmayaraq müəyyən edilir, yadda saxlayın 5 il. Bura 3 ildə yazırlar, 2 ildə yazırlar, bilin ki, bu yanlışdır. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli ümumbəşər dəyərlər nəzərə alınmaqla müəyyən edilir. Dövlət təhsil standartları və onların qüvvədə olan müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bəs deyə bilər ki, dövlət təhsil standartları hansılardır? Baxın, əziz müəllimlər, təhsilin məzmunu, idarə olunması, maddi-texniki baza, infrastruktur, keyfiyyət göstəriciləri və bir də bilik, bacarıq vərdişlərin müəyyən edilməsi. Kimdə bu PDF yoxdursa, yəni bu dövlət standartları 051 565 76 15 nömrəsinə yazar, göndərərəm. Daha sonra bütün təhsil müəssisələrində təhsili müvafiq dövlət standartına uyğun təşkili təmin olunur. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin, təhsil alanın nailiyyətlərinin qiymətləndirilməsi, akkreditasiya, attestasiyada müvafiq dövlət standartları əsas götürülür. Sonuncu, sağlamlıq imkanı məhdud şəxslər üçün təhsil, xüsusi təhsil dövlət standartları əsasında müəyyən edilmiş olur. Bu da oldu dövlət standartları maddəmiz. Maddə 7 nədir? Təbii ki, tədris dilimiz Azərbaycan dili. Baxın, sizə düşməyəcək ki, Azərbaycan dili, məsələn, tədris dilimizdə neçənci maddədədir. Belə testlər düşmür. Sadəcə bu maddələr ondan ibarətdir ki, biz hər bir qanunun hansı maddədə olduğunu rahat şəkildə müəyyən edə bilək. Sonra gəlir təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər. Təbii ki, təhsil alanlar, yəni uşaqları müasir tələblərə, şəraitə uyğun belə deyim də formalaşdırmalıyıq. Uşaqlarda ünsiyyət yaratmalıyıq. Uşaqlarda məntiqi, yaradıcı düşünmə bacarığını inkişaf etdirmək lazımdır. Uşağın özlərində məsuliyyət götürməsidir, demokratik təsisatların fəaliyyətində, inkişafında iştirak etməsidir, yaradıcı şəxsiyyət, bir vətəndaş formalaşdırmaqdır. Təhsil alanların fasiləsiz təhsil almasıdır, daim yeniləşən, müasir standarta uyğun gələn biliklərə, dünya görüşünə yiyələnməsi, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək. Sonra yüksək intellektual səviyyəyə, praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq, cəmiyyətin yüksək səviyyəli, rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq,
Təhsil müəssisəsinin tədris prosesinin təhsil alanların, təhsil verənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək. Təhsil alana qarşı hər hansı fiziki, psixoloji zorakılığa yol verməmək. Təhsilin məzmununa, təşkilinə dair ümumi tələblər, deməli, bu qanunda tənzimlənmiş olur. Daha sonra təhsil müəssisəsində gənclər arasında insanların immun çatışmazlığı virusu infeksiyasıdır, cinsi yolla keçən infeksiyaların profilaktikasıdır və bu sahədə bilik səviyyəsinin artırılması məqsədi ilə tədris proqramlarına ayrıca bölmələr də daxil edilmiş olur. Buradakılar da öyrədici dərslərdir, vacib olanlara keçid edək. Bizim vacib bilməli olduğumuz təhsilin formalarıdır. Baxın, əziz müəllimlər, təhsilin 3 forması var. Formal, qeyri-formal, informal. Əgər dövlət sənədinin verilməsi ilə başa çatırsa, bu formal təhsildir. Yox, əgər müxtəlif kurslarda, dərnəklərdə verilən bir sertifikatdırsa, qeyri-formal təhsildir. Özünü təhsil, yəni özünü inkişaf etdirmə, yeni biliklərə sahib olma isə informal təhsildir. Bu olur təhsilin formaları. Bir də var təhsil alma formaları. Təhsil alma formaları hansılardır? Əyani, qiyabi, distant məsafədən, sərbəst eksternat, evdə təhsil, fərdi təhsil və stasionar təhsil. Bu da oldu bizim təhsil alma formalarımız. Məsələn, deyə bilər ki, təhsilin formalarını seçin, təhsil alma formalarını seçin, uyğunluğu müəyyən edin, uyğunsuzluğu müəyyən edin. Siz artıq bu üçünün təhsilin forması, digərlərinin təhsil alma forması olduğunu bilmək lazımdır. Daha sonra gəlir təhsilin pillə səviyyələri. Təhsilin pilləsi hansılardır? Məktəbə qədər, ümumi, peşə, orta ixtisas və ali təhsil. Bu oldu təhsilin pillələri. Məktəbə qədər təhsilin səviyyəsi yoxdur. Orta ixtisasın səviyyəsi yoxdur. Ümumi təhsilin səviyyələri hansılardır? İbtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil. Peşə təhsilinin səviyyələri: ilk peşə, texniki peşə, yüksək peşə təhsili. Ali təhsil isə bakalavr, magistr və doktorantura kimi təhsilin səviyyələri var. Deməli, pillə məktəbə qədər təhsil, ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsildir. Hansının səviyyələri olmadı? Məktəbə qədər təhsillə orta ixtisas təhsilin səviyyələri yoxdur. Bəs məktəbə qədər təhsil nədir? Təhsilin ilk pilləsidir. Ailənin, cəmiyyətin marağına uyğun olaraq uşaqlarda erkən yaş dövründən etibarən həm fiziki, həm psixi inkişafı, sadə əmək vərdişləridir. Uşağın istedadını üzə çıxarmağımızdır, uşaqların sağlamlığını qorumağımızdır. Təbiətə uşaqlarda məsələn həssas münasibətin formalaşdırılmasını təmin etməkdir. Və Azərbaycan Respublikasında məktəbə qədər təhsil 1-6 yaşı əhatə edir. Ancaq desək ki, 5 yaşlı uşaqlar üçün isə zəruridir məktəbə hazırlıq. Bu iki qaydanı mütləq qeyd edərsiniz. Ümumi təhsil. Ümumi təhsildə isə əsasən elmlərin ümumi əsasları öyrədilir. Uşaqlarda artıq burada müəyyən bir bilik, bacarıqlar, vərdişlər, milli mənəvi dəyərlərimiz formalaşdırılır. Ailə haqqında, cəmiyyət, dövlət haqqında hüquq, vəzifə hansıdır? Bunlar öyrədilmiş olur. Daha sonra bunlar öyrədici dərslərdir, özünüz üçün oxuyarsınız. Təhsil haqqında dövlət sənədi. Deməli, təhsil müəssisəsində təhsilin hər hansı bir pilləsini, səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş bir dövlət sənədi verilir. Və təhsil haqqında dövlət sənədi növbəti pillə və səviyyədə təhsili davam etdirmək və yaxud ixtisası üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılmış hesab edilir. Maddə 28 gəlir ki, təhsil müəssisəsində iaşə və tibbi xidmət. Deməli, 3 əsas xüsusiyyəti var. Təhsil müəssisəsində iaşə və tibb xidməti müvafiq icra hakimiyyəti orqan tərəfindən müəyyən edilmiş qaydada və normalara uyğun təşkil edilir.
Təhsil müəssisəsində iaşə xidməti, təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Təhsil müəssisəsində təhsil alanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət həmin təhsil müəssisələri tərəfindən göstərilmiş olur. Gəlir dövlət standartıdır əslində bildiyimiz təhsil müəssisəsinin idarə olunması. Yəni, burada idarə olunma nəyə əsasən müəyyən edilir? Aşkarlıq, şəffaflıq, demokratiklik prinsipinə əsasən müəyyən edilmiş olur. Və vacib qeydlərdən biri dövlət təhsil müəssisəsinin rəhbərliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri həyata keçirmiş olur. Və bələdiyyə, özəl təhsil müəssisələrində ali idarə etmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş olur. Sonra vacib mövzulardan biri. Təhsil prosesinin iştirakçıları. Təhsil prosesinin iştirakçıları kimlərdir? Təhsil alan, yəni uşaqlar, təhsil verən müəllimlər, tibb işçisi, valideynlər, bələdiyyə, idarəetmə orqanı və digər fiziki hüquqi şəxslər. Sonra gəlir təhsil alanın hüquq vəzifələri. Baxaq görək hansı hüquqlar var. Deməli, qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul olunma, təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisasını, təhsil alma formasını, tədris dilini, xarici dili sərbəst seçməsi, keyfiyyətli təhsil alması, dərsdənkənar məşğələləri seçməsi, ali təhsil müəssisəsində tədris planına uyğun olaraq tədris fənləri, semestr üzrə kredit miqdarıdır, təhsil verən tutorları seçmədir, təhsil müəssisəsinin mövcud infrastrukturundan istifadə etməkdir, müəyyən edilmiş qaydada təhsil müəssisəsini, ixtisasını, təhsil alma formasını dəyişmək, elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq, fasiləsiz təhsil almaq, həyat və sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq, şərəf ləyaqətini aşağılayan, mənəvi, psixi, fiziki zorakılıq hallarından müdafiə olunmaq və yaxud müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana əsasən biliyini yenidən qiymətləndirilməsini tələb etmək, dövlət orta ixtisas təhsil pilləsində peşə təhsili, ali təhsilin hər hansı bir səviyyəsində bir dəfə yalnız pulsuz təhsil almaq, dərsliklərlə pulsuz təmin olunma, fikir mülahizələrini sərbəst ifadə etməsi, hər hansı bir təşkilatlara üzv olmaq, hər hansı tədbirlərdə iştirak etmək, ödənişsiz psixoloji yardım almaq və yaxud məktəbdənkənar təhsil müəssisələrinin imkanından istifadə etmək. Bu oldu təhsil alanın hüquqları. Təhsil alanın vəzifələri hansılardır? Dövlət təhsil standartına uyğun bilik, bacarıq, vərdişə yiyələnmək, üzürsüz səbəbdən dərsdən yayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında keyfiyyətlə yerinə yetirmək, sağlam həyat tərzi keçirmək, pedaqoji işçilərin şərəf ləyaqətinə hörmətlə yanaşmaq, təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək, dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək, təhsil sahəsində qanunvericiliyin tələblərinə əməl etmək və digər vəzifələri yerinə yetirmək. Gəlir təhsil verənin hüquq vəzifələri. Təhsil verənin hüquq vəzifələri ilk olaraq hüquqdan başlayaq. Normal əmək, elmi pedaqoji iş, təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq, təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində iştirak etmə, təklifləri irəli sürmə, tədrisin formasını, metod vasitələri sərbəst seçmək, şərəf ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək, təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək, seçilmək, ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisas elmi dərəcəsini yüksəltmək, mükafatlandırılmaq, təltif olunmaq və yaxud hər hansı bir deyək ki, professor olsun, məsləhətçi olsun ki, vəzifə tutması və digər hüquqları yerinə yetirmək. Sonra gəlir təhsil verənin vəzifələri. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmə, təhsil proqramının mənimsənilməsini təmin etmə,
keyfiyyətli təhsil vermə, təhsil alanlarda fəal vətəndaş mövqeyi formalaşdırma, daha sonra təhsil alan yəni uşaqları Azərbaycançılıq ruhunda tərbiyə etməsi, etik davranış qaydalarına əməl etmə, müəllim nüfuzunu yüksək tutma, ziyalılıq nümunəsi göstərmə, etika, əxlaq normalarına əməl etmə, daxili intizam qaydalarına əməl edilməsi, təhsil alanların şərəf ləyaqətinə hörmət etmə, uşaq və gəncləri fiziki, psixi zorakılığın bütün formalarından qorumaq, ixtisas, elmi pedaqoji səviyyəsini yüksəltmək, valideynlərlə əməkdaşlıq etmək, əlavə məşğələlər keçmək, sinifdən kənar, məktəbdən kənar tədbirlər keçirmək, təhsil müəssisəsinin rəhbərliyi, psixoloqu ilə əməkdaşlıq etmək və yaxud sertifikasiyadan keçilməsi. Bunlar da oldu nə? Müəllimin vəzifələri. Gəlir valideynin hüquq vəzifələri. Yetkinlik yaşına çatmayan övladlar üçün təlim-tərbiyə müəssisəsi seçmək, təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının təhsilə marağı, davamiyyəti haqqında məlumat almaq. Daha sonra təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladının dərsə davamiyyətidir, övladının təhsilə marağıdır, davranış haqqında valideynin məlumat almasıdır və yaxud təhsil alan, yəni uşaqların hüquqlarını müdafiə etməsi, hər hansı bir təhsil müəssisəsinin idarə olunmasında iştirak etməsi, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, könüllü yardımlar etmə, bunlar hamısı aid edilir nəyə? Valideynin hüququna. Bəs yaxşı, valideynin vəzifələri hansılardır? Övladlarının erkən yaşlarından fiziki, əxlaqi, intellektual inkişafına şərait yaratmaq və övladlarının icbari ümumi orta təhsil almasını təmin etməsi və mənəvi yetkinlik üçün məsuliyyət daşımaq. Görürsünüz, burada artıq məcburidir. Yəni, könüllü deyə bir qaydamız yoxdur. Daha sonra övladlarının Azərbaycançılıq ruhunda tərbiyə edilməsidir, təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etməkdir və digər vəzifələri yerinə yetirmə. Bunlar aid edilir nəyə? Valideynin vəzifəsinə. Sonra pedaqoji fəaliyyətlə məşğul olma var ki, kimlər məşğul ola bilməz? Əziz müəllimlər, belə testlər çox qarşınıza çıxacaq. Məsələn, variantlar verəcək A, B, C, D, E, biri uyğun olmayacaq. Birinci qaydamız, məhkəmənin qanunu qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər, ağır cinayət törətmiş və məhkumluğu üstündən götürülməmiş şəxslər, fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyəti olmasına görə şəxslər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olması qadağan qoyulmuş şəxslər və uşaqlara qarşı cinsi istismar, cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər. Bunlar bir il müddətində daha doğrusu pedaqoji fəaliyyətlə məşğul ola bilməz, ancaq hər hansı bir etik davranış qaydasını müəllim pozarsa, şəxs pozarsa, əmək müqaviləsinə xitam verilmiş şəxs bir il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Sonra sertifikatlaşdırma gəlir ki, kimlər sertifikatlaşdırmadan keçmir? Hamilə qadınlardır, uşağı 3 yaşınadək sosial məzuniyyətdə olan analardır və yaxud uşağı tək başına böyüdən kişilər. İlk dəfə əgər işə qəbul olursunuzsa, 3 il müddətində sertifikasiyadan azad hesab olunursunuz. Ən azı 3 dəfə sertifikasiyadan keçsəniz, artıq sertifikatlaşdırmadan keçmiş hesab olunursunuz. 60 yaş üzəri müəllimlər könüllüdür. Və sertifikatlaşdırmadan keçən şəxslər 5 il müddətində pedaqoji fəaliyyətlə məşğul olur. Yox, əgər üzürlü səbəbdən mən iştirak edə bilmirəmsə, 1 il müddətində şans verilir. Yox, 1 il müddətində daha sonra mənə imtahan təşkil edilir, mən yenidən imtahanda iştirak etmirəmsə, artıq mən sertifikatlaşdırmadan keçməmiş hesab oluram. Və sonuncu, təhsil müəssisəsinin maliyyələşdirilməsi gəlir ki, burada əsasən qaydalardır ki, onu oxumaq lazımdır. Dövlət təhsilinin inkişafına dövlət büdcəsindən və mənbələrdən vəsaitlər ayrılır və təhsil müəssisəsi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərməkdir, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdır, könüllü yardımlar etmək kimi hüquqa malikdir. Daha sonra dövlət ali və orta ixtisas təhsilli müəssisələrin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına yönələ bilər.
Dövlət təhsil müəssisəsinin maliyyələşdirilməsi təhsilin hər pilləsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə az komplektli dövlət ümumi təhsil müəssisələri mövcud normativlərdən üstün maliyyələşdirilə bilər. Dövlət təhsil müəssisəsi nizamnaməsinə uyğun olaraq ödənişli təhsildən əldə olunan və digər büdcədən kənar vəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin maddi həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini sərbəst müəyyən edir və təhsil verənlərə, təhsil alanlara maddi yardımlar da göstərmiş olur. Və dövlət təhsil sahəsinə investisiyaların, o cümlədən də xarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılması təmin edilmiş olur və müəyyən qaydada güzəştlər də edilir. Və təhsil haqqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilmiş olur. Bunlar sadəcə sizə tərif olaraq düşə bilər. Ümumilikdə biz bugün nələri öyrəndik? Təhsil qanunu. Burada əsas bilməli olduğumuz nələrdir? Hüquq vəzifələrdir, təhsil formaları, təhsil alma formaları, sertifikatlaşdırma, pedaqoji fəaliyyətlə məşğul olma, dövlət standartları. Yəni bu PDF-i bir dəfə yaxşı oxusanız, izaha baxsanız, inanıram ki, heç bir çətinliyiniz qalmayacaq. İndi bu PDF-in PDF forması, izahı və buna aid testlər hər biri qrupa göndəriləcək.